Amma mən istəyirəm ki, sən mənim yanımda gedəndə mənim anamın brilliant sırğası olsun. İstəyirəm də bunu. Mən bunun üçün yaşamışam. Ərə getdi, sevdi, alınmadı, doğdu məni. Mən bunun üçün eləməliyəm də. Ona görə bugün elədiyim səhvlər qətiyyən peşman deyiləm. Heç kimin qabağında da buna görə cavab verməyəyəm. Ancaq Allahın qarşısında. Qalanları kim ki məni qınayır, həmişə baxıram onlara, deyirəm, elə yaxşıdır danışmaq. Qəşəng müzakirə edirlər, zarafatçılar elə bilirlər, dərd yoxdur. Hərdən oturam, deyirəm, ay mən oxusaydım, sən heç məni qəbul eləyərdin, eləməzdin. Sənə maraqlıdır mən özüm ki, məni müzakirə eləyəsən. Telefonla boş vaxtlarımda sənin ərin gedir, qazanır, gətirir, sən oturursan, seriala baxa-baxa, telefon əlində müzakirə edirsən, axşam rüya haradaydı, kimdən idi, hansı səhvi buraxdı. Və sən fikirləş bunun başqa cürəsində. Sən oturub ər çörəyi yeyirsən, eşək kimi gecə günü işitdi ki, dədəm ayrıldı, evi yox, birdən atamı görərlər ki,